Hər vaxtınız xeyir olsun, Yurd FM-in dəyərli dinləyiciləri. Siz Mədəniyyət Nazirliyinin dəstəyi ilə mədəni yurdumuzu dinləyirsiniz. Baxmayaraq ki, bu artıq bizim ikinci buraxılışımızdır, amma biz hər buraxılışda mütləq şəkildə mədəniyyət sahəsinə aid olan bütün mövzulara toxunmağa çalışacağıq, elə bugün olduğu kimi. Bugün ümumi olaraq xalçaçılıqdan danışacağıq, müəyyən məlumatlarımız, rubrikalarımız və sonda isə ənənəyə sadiq qalaraq afişalarımız olacaq. Odur ki, bizi diqqətlə dinləyin. Qonağım Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə xanım Məlikovadır. Xoş gəlmisiniz. Çox sağ olun, xoş gördük. Necəsiz Əminə xanım? Çox gözəl, bu gözəl aprel günündə mən sizə, bizi dinləyən bütün tamaşaçılara gözəl bir axşam arzu edirəm. Ümid edirəm hər kəs yaxşıdır. Əvvəla mən təşəkkürümü bildirmək istəyirəm bugün məni bura dəvət etdiyiniz üçün və mən sizə və sizin həmkarlarınıza təşəkkürümü bildirirəm ki, bizim əməyimizi işıqlandıran sizsiz. Yeri gəlmişkən elə sizin radio kanalınızın adından da bəllidir ki, yurdumuza aid olan gözəl-gözəl mövzulara toxunursunuz. Mən qulaq asıram bu 90.7 FM dalğasına. Hərdən nəqliyyat vasitələrdən istifadə edəndə, hərdən yəni asuda vaxtımda qulaq asıram böyük məmnuniyyətlə. Çox təşəkkür edirəm. Minnətdaram ki, dəvətimizi qəbul etdiniz, gəldiniz və bir saat ərzində düşünürəm ki, həqiqətən də bilmədiyimiz məlumatlar çoxdur və sizin sayənizdə də biz maariflənəcəyik. İlk növbədə gəlin elə Xalça Muzeyindən başlayaq. Çünki çox maraqlı bir iş yeriniz var. Çox estetikdir, amma mənə maraqlıdır ki, funksionallığı nə dərəcədədir? Təşəkkür edirəm Türkanə xanım sualınıza görə. Azərbaycan Milli Xalça Muzeyi bu bizim hamımız üçün bir alma materdir. Mənə çox xoşdur ki, şagirdlər, yəni gənclər, məktəblilər, hətta uşaq bağçasında olan uşaqlar tez-tez bizi ziyarət edirlər. O da deməkdir ki, hər bir Azərbaycanlı üçün ümumiyyətlə Azərbaycanın qədim xalçaçılıq sənəti çox vacibdir. Bu bizim qanımızdadır, bu bizim adət-ənənələrimizdədir. Bizim həyatımızda mütləq xalça mövcuddur. Azərbaycan Milli Xalça Muzeyinin qədim və zəngin bir tarixi var. Əvvəla bu bizim hamımız üçün bir qürur səbəbidir ki, Azərbaycan Milli Xalça Muzeyi dünyanın ilk ixtisaslaşdırılmış xalça muzeyidir ki, 1967-ci ildə 13 mart tarixində təsis edilmişdi. Respublikamızın Nazirlər Kabinetinin qərarı ilə və 1972-ci ildə bizim ilk ekspozisiyamız açıldı. Ola bilər ki, bizə qulaq asanların arasında o kəslər var ki, o ekspozisiya yadlarındadır və onlar hələ o vaxtı İçəri şəhərin düz mərkəzində yerləşən Cümə Məscidinin binasında 20 ilə yaxın bir müddət ərzində Xalça Muzeyi öz fəaliyyətini orada başlamışdı və orada davam etdirmişdi. Sonra tarix yəni belə gətirdi ki, artıq Azərbaycanın müstəqillik illərində keçən əsrin 50-ci illərində inşa edilmiş və o vaxt Lenin Muzeyi adlandırılan binada elə 20 il fəaliyyət göstərdi Xalça Muzeyi. O bina yeri gəlmişkən maraqlı bir fakt da açıqlayım. Azərbaycanda muzey üçün inşa edilmiş və tikilmiş ilk bina idi. 50-ci illərə təsadüf etmişdi o vaxt və oranın birinci mərtəbəsində elə bütün mərtəbə Azərbaycan Xalça Muzeyinin ekspozisiyası yerləşdirilirdi o vaxtı və nəhayət 2014-cü ildə 26 avqust tarixində hal-hazırda yerləşdiyimiz bina açıldı və ilk dəfə istifadəyə verildi və bizim ilk ziyarətçilərimiz də bu binaya elə o tarixdə gəldi və nə xoş bizə ki 1972-ci ildə bizim ilk ekspozisiyamız açılanda ümumilli lider Heydər Əliyev özü şəxsən iştirak etmişdi açılışda
və 2014-cü ildə artıq yeni bina istifadəyə veriləndə ölkəmizin başçısı cənab prezident İlham Əliyev və ölkəmizin birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevə onlar da bizim açılışda iştirak ediblər. Bu da ki, yəqin ki, tarixin bir təkrarıdırmı, yoxsa bir ənənənin bir davamıdır. Çünki hər zaman ümumiyyətlə muzeylərə dövlət başçısından biz diqqət görmüşük və nə xoş bizə ki, bugün bizim muzey, hər bir muzeyin qismətinə yazılmır ki, bu muzey üçün, bu ekspozisiya üçün binalar inşa edilsin. Beynəlxalq müsabiqə elan edilmişdi və o müsabiqədə dünyaca məşhur Avstriyalı memar Franz Jans qalib gəlmişdi və bugün Azərbaycan Milli Xalça Muzeyi unikal bir binada yerləşir, onun ekspozisiyaları unikal bir binada yerləşir. Bu dünyanın ilk və yeganə binasıdır ki, xalça formasında inşa edilmişdir və çox maraqlıdır ki, artıq 10 ildən biraz çox keçib bu bina mövcuddur və demək olar ki, bu bizim Bakımızın müasir incəsənət incilərinin birinə çevrilib və müasir Bakımızın bir simvollarından biri olub. Çox maraqlıdır ki, təkcə ümumiyyətlə dekorativ tətbiqi sənətlə maraqlanan yox, hətta gənc memarlar çox tez-tez bizə muzeyimizə təşrif buyurur ki, və belə bir sual yaranır ki, belə bir girdə formasında inşa edilmiş bir binada xalçalar necə təqdim edilir? O suala cavab vermək üçün əgər kimsə görməyib, mütləq Azərbaycan Milli Xalça Muzeyimizə mütləq təşrif buyursunlar öz asuda vaxtlarında. Bina da oradan da estetik baxımından məncə çox gözəldir, çox uğurlu bir layihə alınıb və əlbəttə ki, funksionallığı odur ki, hər bir muzeyin fərqi yoxdur, muzey böyükdür, kiçik ölçüdədir, amma hər bir muzeyin əsas vəzifələri var və milli mədəni irsi qorumaq, saxlamaq, onu təbliğ etmək və gənc nəsli maarifləndirməkdir. Biz də əlbəttə ki, çalışırıq ki, bütün bu funksiyalarını yerinə yetirək. Muzeyin daxilində olan ekspozisiyalara mütləq toxunacaq, amma madam ki, binasından danışdıq, bax bu barədə də bizim maraqlı bir məlumatlarımız var. Mədəni yurdumuz. Xalça yüzilliklər boyu Azərbaycan xalqının mədəni nümunəsi kimi təkcə insanların canlı tarixi deyil, həm də qədim kökləri, mədəni dəyərləri haqqında məlumatdır. Xalça həm də şərq, həm də qərbdə evlərə istilik və rahatlıq gətirməklə yanaşı incəsənətdə də xüsusi yer tutur. Azərbaycan Milli Xalça Muzeyi Dənizkənarı Milli Parkda Mikayıl Hüseynov prospektində yerləşir. 1967-ci ildə xalçaçılıq elminin banisi, görkəmli xalq rəssamı Lətif Kərimovun təşəbbüsü ilə yaradılan muzeyin bükülmüş xalçaya bənzəyən və izləyənlərə xoş təsir bağışlayan yeni binası Prezident İlham Əliyevin sərəncamına əsasən 2014-cü ildə memar Franz Jansın layihəsi əsasında inşa edilib. 3 mərtəbədən ibarət olan muzeyin birinci mərtəbəsində xovsuz xalça, ikinci mərtəbəsində xovlu xalçalar, üçüncü mərtəbəsində isə müasir xalça nümunələri nümayiş etdirilir. Bundan başqa milli geyimlər, miskərlik nümunələri, tikmə sənəti, qədim saxsı qablar kimi dəyərli eksponatlar da muzeyin ekspozisiyasına daxildir. Muzeydə ümumilikdə 10 mindən çox eksponat qorunub saxlanılır. Muzeyin eksponatları əsasında xüsusi bir eksponat var ki, Azərbaycan toxuculuq sənətinin qədim dövrlərə aid olduğunu sübut edir. Bu qədim parça qalıqlardır. Belə ki, bu parça fraqmentləri 3-cü, 4-cü əsrlərə aid olub və 2018-ci ildə professor Qafar Cəviyev tərəfindən aparılan arxeoloji qazıntılar zamanı Şamaxı ərazisində Dəmirçilər kəndi yaxınlığında tapılıb. Ərazidən tapılmış gümüş qəpiklər əsas verir ki, bu parça qalıqları Sasani Parfiya dövrünü əhatə edir. Milli Xalça Muzeyi tərəfindən təqdim olunmuş Sərhədsiz Muzey adlı layihə çərçivəsində görmə qabiliyyəti məhdud olan insanların toxunmaqla xalça elementlərini hiss edə bilməsi üçün xalçaların kiçik ölçülü replikaları hazırlanıb və onlar haqqında Azərbaycan və ingilis dillərində Braille əlifbası ilə məlumat lövhələri yerləşdirilib. Həmçinin əlil arabalarını rahat şəkildə hərəkətini təmin etmək üçün lazımi şərait də yaradılıb. Mədəni yurdumuz.
Əminə xanım, mənə maraqlıdır. Muzeyin sosial şəbəkələrdə nə dərəcədə fəallıq var? Çünki bilirik ki, insanlar getmədən əvvəl mütləq şəkildə əgər hər hansı bir anlayışı yoxdursa, sosial şəbəkəyə bir nəzər salmaq istəyir ki, görüm ümumiyyətlə harda yerləşir, içərisi necədir və s. Rəsmi olaraq sosial şəbəkələri istəyərdim sizin vasitənizlə xatırladaq. Bizim çox fəal veb-saytımız var. Instagram və Facebook sosial şəbəkələrdə və hətta TikTok sosial şəbəkədə bizim hesabımız var. Onu veb-saytdan da götürmək olar və siz deməli Carpet Museum ya müəyyən açar sözləri yığsaz, siz görəcəksiniz və bir şöbə çalışır və nəinki təkcə bizim şöbəmizdə, müəyyən şöbədə çalışan insanlar mənə elə gəlir ki, çox tez-tez, hətta ziyarətçilər də gələndə onlar xoşlayırlar müxtəlif xalça nümunələri paylaşmaq və sosial şəbəkələrdə onları hətta müzakirə etmək. Çünki bizim muzeyə müxtəlif sahələrdə çalışan yaradıcı insanlar çox tez-tez gəlir. Bu da bizə çox xoşdur, bizə çox vacibdir ki, bizim dizaynerlərimiz, rəssamlarımız, fərqi yoxdur, ola bilər ki, onlar müxtəlif janrlarda işləsinlər, rəngkarlıqmı deyim, heykəltaraşlıqmı deyim, amma biz həmişə deyirik ki, xalçalarda bizim genetik kodumuz var. O naxışlar bizə çox bizim əcdadlarımızdan bizə göndərilən bir mesajdır. Ona görə hətta rəngkarlıq və müəyyən müxtəlif üslubda çalışan rəngkarlar xalça mövzusuna, xalçaçılıq naxışlarına müraciət edəndə məncə bu çox gözəl bir sintez alınır və belə gənclərimiz də var. Nəinki gənclərimiz, ümumiyyətlə biz nəzəriyyə yetirsək, hətta incəsənətimizdə də o xalçaçılıq sənətinə çoxlu müraciətlər var. Çünki xalça bizim həyatımızın ayrılmaz bir hissəsidir. Biz adətən deyirik ki, hər bir Azərbaycanlı bu dünyaya xalça üzərində göz açır, yəni anadan gəlir. Biz xalçalarla özümüzün həyatımızını, yəni həyat tərzimiz xalçalarla keçir və son mənzilə adətən biz Azərbaycanlıları xalça üzərində yola salırıq. Bu da deməkdir ki, xalça bizim üçün çox vacibdir və çox mühümdür. Belə, əslində düşündüyümüzdən də dərin məna kəsb eləyir. Xalça dərin bir fəlsəfədir, xalqımızın bir fəlsəfədir. Türkanə xanım, yəqin siz bilirsiniz ki, Azərbaycanda ümumiyyətlə xalçaçılıq sənətində toxucular yalnız xanımlardır. Bu da ki, burada bir qadın enerjisi var. Hər bir xalçanın üzərində bir qadın hekayəsi var. Çünki bizim adət-ənələrimiz də xalçalarla çox bağlıdır. Adətən bizim həmişə belə olub ki, gənc qızlarımız hətta 3 və 4 yaşlarından dəstgah üzərinə gətirilirlər və onlara xalça toxumağı öyrədirdilər. Onların anaları, bibiləri, xalaları, nənələri, əlbəttə ki, bu demək deyil ki, hər bir gənc qız xalça toxumağı öyrənə bilərdi, amma çalışardılar və əgər hansısa bir xanım, burada bir sosial məqam da var, əgər hansısa bir xanım gənc, erkən yaşından bu xalça toxumağı gözəl şəkildə öyrənə bilərdisə, o deməkdir ki, ömür boyu bu insan, bu xanım özünü və öz ailəsini dolandıra bilər. Burada yəni bir iqtisad baxımından da çox vacib bir məqamdır. İkincisi də ki, xalça orqanik bir məhsuldur. Bu, biz həmişə onu deyirik ki, bu sənətkarın təbiətlə olan dialoqun nəticəsində ərsəyə gələn bir məhsuldur. Niyə görə Azərbaycan xalçaları o qədər rəngarəngdir, o qədər füsunkar rəng çalarları ilə onlar zəngindirlər, fərqlidirlər digər ölkələrdə olan xalçalardan. Çünki bizim təbiətimiz o qədər gözəldir. Azərbaycanın hər bir güşəsi onun öz rəngləri var və əsasən Azərbaycan xalçalarında qırmızı, yəni sizin logonuza baxıram, burada da qırmızı, tünd qırmızı və göy rənglərə üstünlük verilir. Çünki qırmızı rəngdə günəşin enerjisi var, odun enerjisi var. Biz də odlar diyarının övladlarıyıq. Göy rəngdə əlbəttə ki, bu bizim dənizimizin rəngidir, bizim gözəl göylərimizin, çaylarımızın rəngidir. Yenə də təbiətdə olan boyalar, onlar bizim xalçalarımızda yer tuturlar.
Bəli, az sonra biz xalçanın fəlsəfəsi haqqında, naxışlar haqqında danışacağıq. Dəyərli dinləyicilər, qeyd edim ki, siz Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinləyirsiniz. Qısa aradan sonra yenidən sizinlə birlikdə olacağıq. Mədəni Yurdumuz. Dəyərli dinləyicilər, bir daha xatırladım ki, siz Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinləyirsiniz. Bugünkü qonağımız Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə xanım Məlikevadır. Elə qısa fasilədən sonra biz sözləri Eldar Mikayılzadə, musiqisi Faiq Sücetinova aid olan Zabitə Aliyevanın ifasında Toxu Xalçaları mahnısını dinlədik. Əminə xanım mənə müəyyən məlumatlar ötürdü. İstəyirəm ki, onu sizinlə də bölüşək. Buyurun. Çox sağ olun Türkana xanım. Ümid edirəm ki, bu yeni bir mahnıdır. Siz dediyiniz kimi bizim hörmətli, dəyərli bəstəkarımız Faiq müəllim Sücətdinov tərəfindən bəslədilmiş bir musiqi və sözləri də Azərbaycan Respublikasının xalq rəssamı, xalçaçı rəssam Eldar Mikayılzadəyə aiddir. Məncə Zabitə xanımın da Aliyevanın çox gözəl səsi uyğun gəldi buna. Bayaq biz danışdıq ki, xalçada bir qadın enerjisi var, burada bir qadın hekayəsi var. Çünki Azərbaycanda toxucular yalnız xanımlar olub, bu əsrlər boyu belə olub. Düzdür, yəni bu xalça toxumağın mürəkkəbliyi var və burada müəyyən məqamlar var ki, ümumiyyətlə prosesdə əlbəttə ki, bizim kişilərimiz də iştirak edir. Amma toxumaq sırf qadına aiddir Azərbaycanda. Mahnıya qayıdarkən burada dinləyicilərin fikri çox vacibdir bizim üçün. Artıq neçə ildir ki, Azərbaycanda 5 may tarixi xalçaçı günü kimi qeyd edilir və mən əminəm ki, hər kəsə maraqlı olar ki, bizim muzeyə təşrif buyursun o tarixdə, çünki müəyyən tədbirlər proqramı üzərində hazırlıq gedir. Azərbaycan Milli Xalça Muzeyinin nəzdində ənənəvi texnologiyalar şöbəsi fəaliyyət göstərir və burada peşəkar toxucular fəaliyyət göstərir. Onların əl işi ilə siz tanış ola bilərsiniz. Onlar bizim müxtəlif qədim xalçaçılıq nümunələrinə yəni yeni həyat verir. Bizim bərpaçılarla və konservatorlarla yanaşı və yeni xalçalar ərsəyə gətirirlər. Ona görə bu məqam bizim üçün çox vacibdir. Dediyim kimi də mahnı burada artıq dinləyicilərimizin fikirlərinə buraxırıq onu. Amma mənə elə gəlir ki, bu müəyyən bir himn ola bilər. Bu bir ithafdır. Bu bir toxucu xanıma bir ithafdır. Əlbəttə ki, onun əməyinə. Çünki hərdən biz hansısa bir xalçaya bir sənət əsəri kimi onu seyr edirik. Amma onun arxasında o böyük işi görməyə də bilərik. Onu dərk etməyə də bilərik. Amma o var. O pərdə arxası böyük bir iş var. Ona görə muzeydə də hansısa bir xalçanı siz bəyənsəz, biz çalışırıq ki, onun hekayəsini sizə danışaq. Hər bir xalça bir insan kimi də onun bir həyat hekayəsi var, onun bir qisməti var, onun bir tarixçəsi var. Ümumiyyətlə düşünürəm ki, bütün incəsənət nümunələrinin arxasında müəyyən bir hekayə dayanır. O incəsənət nümunəsini yaradan insanın dünya görüşü, enerjisi, hansı ki onu yaradarkən nə hisslər keçirib. Məsələn, hər hansı bir sərgiyə gedəndə baxırıq, hər hansı bir rəsm əsərinə baxırıq və o rənglərdən nisbətən rəssamın nə demək istədiyindən əlavə hansı enerjide olduğunu, bizə nə ötürmək istədiyini rənglər vasitəsilə çatdırdığının şahidi oluruq. Eləcə də bu xalçalarda belədir, amma sanki müəyyən bir hüzn var. Amma eyni zamanda da bir vətənpərvərlik yox var bütün xalçalarımızda. Mənə də maraqlıdır. Fikrincə xalçanın fəlsəfəsi nədən ibarət? Ümumiyyətlə, zamanla dekorasiya funksiyasını itirmiş xalçanın əvvəlki əhəmiyyəti də sizcə azalırmı? Çox maraqlı bir sualdır. Ümumiyyətlə, xalçanın fəlsəfəsi, əvvəla bunu demək lazımdır ki, hər bir sənət, hər bir incə sənət, təsviri sənət ya da ki, xalq tətbiqi sənət hansısa bir xalqın həyat tərzi ilə çox bağlıdır. Biz nəzəriyyə aparanda görürük ki, hətta siyasi məqamlar var ki, onlar hansısa bir sənətin inkişafına çox təsir göstərir.
Məsəl üçün keçən əsrin belə deyək ki 40-cı illərinə qədər ola bilər ki, xanımlar evdə oturardılar, öz sənəti ilə məşğul idilər, amma sonra 2-ci Dünya müharibəsində bizim kişilərimiz neft mədənlərinə ya da ki müharibəyə getdilər və xanımlar artıq öz evlərindən çıxmaq və evdən kənarda iş axtarmaq məcburiyyətində qaldılar və əlbəttə ki, müəyyən dövrdə ola bilər ki, tətbiqi sənət o qədər də, yəni evlərdə olan tətbiqi sənət o qədər də, yəni güclü inkişaf formasını almamışdı. Amma müəyyən dövr var ki, əlbəttə ki, yəni burada təsviri sənətlərin intibah dövrü adlandırmaq olar. Burada çoxlu məqamlar var. Əsas yenə də sizin sualınıza qayıdarkən xalçanın fəlsəfəsi. Bu keçən ilin avqust ayında biz yeni binada fəaliyyətimizin 10 illiyini qeyd edəndə biz Azərbaycanın müxtəlif sahələrdə çalışan ictimai xadimlərə bu sualı verdik ki, xalça sizin üçün nədir? Və çox maraqlı cavablar aldıq. Bəziləri dedi ki, kimin üçünsə xalça bu bir həyat tərzidir. Kimin üçünsə bir xatirə daşıyıcısıdır ki, bizim ola bilər ki, hər birimizin evində bizim nənəmizə, babamıza məhsus olan xalçalar qalıb ki, onlar ola bilər ki, tarixi ya da ki ədəbi xatirələr daşıyır. Ola bilər ki, əhəmiyyət kəsb etmir, amma o bizim üçün çox vacibdir, çünki o bizim üçün xatirədir. Ona görə kimin üçünsə xalça bu bir investisiyadır, bu bir sərmayədir. Çünki bugün siz yeni bir xalça alsaz, əlbəttə ki, bir 20-30 ildən sonra o xalçanın o bir sənət əsəridir. O xalçanın qiyməti də qalxacaq və sabah siz onu hansısa bir auksionda onu sata da bilərsiniz. Əslində bu dediyim kimi xalça da ki xalqımızın hansısa bir ailənin çətin dövrdə xalça o ailəni xilas edə bilərdi. Çünki insan o xalçanı, əlbəttə ki, bizim xalqımız o qədər gözəlliyə bağlı bir xalqdır ki, mən bilirəm ki, əminəm ki, kiminsə evində xalça olanda onlar heç vaxt onu satmaq istəməzlər. Onlar istəyərlər ki, bu xalça o qədər əzizdir hər birimiz üçün ki, biz onunla bu xalça ilə ayrılmaq istəməzdik. Amma hərdən əksinə də olur. Sözün açığı, hərdən muzeyə belə bir ailələr gəlir ki, onlar deyirlər ki, məsəl üçün nənəmdən bir xalça, nənəm Qarabağlı idi, o vaxtı onun ceyizindən bu xalça qalıb, hal-hazırda uşaqlar xaricdə oxuyurlar və biz istəyərdik ki, bu xalçanı muzeyə bağışlayaq və biz böyük məmnuniyyətlə bu belə hədiyyələri qəbul edirik. Çünki deyirlər ki, ola bilər ki, biz də yəni sabah ölkədən köçdük və hər şey ola bilər, amma biz istəyirik ki, bu xalça vətəndə qalsın və muzeydə qalsın ki, gələcək nəsillər bundan bir hətta bir örnək kimi istifadə etsinlər. Ona görə xalçanın fəlsəfəsi çox dərindir və hər bir insan üçün xalça tam fərqli məna daşıya bilər. Ənənəvi xalçaçılıq sənəti haqqında elə ardı olaraq müəyyən məlumatlarımız var, onları dinləyək. Mədəni yurdumuz. Ənənəvi xalçaçılıq sənəti haqqında 15-19 noyabr 2010-cu il tarixində Kenyada keçirilən UNESCO-nun qeyri-maddi mədəni irs üzrə hökumətlərarası komissiyasının 5-ci sessiyası çərçivəsində qəbul olunmuş qərara əsasən UNESCO-nun qeyri-maddi mənəvi irsin reprezentativ siyahısına daxil olunmuşdu. Xalçaçılıq sənəti Azərbaycan xalq tətbiqi sənətinin əhəmiyyətli növlərindən olmaqla bu sənətin ənənə və sirləri xüsusi qayğı ilə saxlanılmış və nəsildən nəsil ötürülmüşdür. Azərbaycanda hazırlanan xalçalar bir çox tarixi kitablarda, klassik ədəbiyyatda, folklor nümunələrində dəfələrlə təriflənmişdir. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ bürünc dövründən məşğul olurdular. Bu barədə Herodot, Klazi Elyan, Ksenofont və digər tarixçilər yazırdılar. Kitab-ı Qorqud dastanında Azərbaycanın ipək xalçaları məhv olunurdu. Sasanilər dövründən Azərbaycanda xalça sənəti daha da inkişaf edərək ipəkdən, qızıl və gümüş saplardan xalçalar hazırlanırdı. Qızıl və gümüş saplarla toxunan və bahalı daşlarla bəzədilən xalçalar 16-cı, 17-ci əsrlərdə ənənə halını aldı.
13-14-cü əsrlərdə Azərbaycandan xarici ölkələrə çox sayda xalça və xalça məhsulları ixrac olunurdu. İnci ornamentlər və bəzəklər Avropanın məşhur rəssamlarının diqqətini cəlb edirdi və onların əsərlərində öz əksini tapırdı. 15-ci əsrdə Holland rəssam Hans Memling Məryəm övladı ilə rəsm əsərində Şirvan xalçasını, Van Eyck Müqəddəs Məryəm əsərində Zeyvə xalçasını, Alman rəssamı Hans Golbein Səfirlər əsərində Qazaq xalçasını əks etdirmişdi. 18-ci əsrin ikinci yarısında xanlıqlar dövründə xalça istehsalı daha da genişləndi. Hər xanlığın öz xalçalarını istehsal etməsi müxtəlif xalça məktəblərinin inkişafına gətirib çıxardı. Azərbaycanda xalça sənətinin inkişaf etdiyi növbəti dövr 20-ci əsrə təsadüf edir. Azərbaycan xalçaları hazırlama texnologiyasına görə xovlu və xovsuz xalçalara bölünür. Xovsuz xalçalar daha qədimidir və fərqli bəzəkləri və əlvan koloriti ilə seçilir. Xovsuz xalçaları həm də xalqın gündəlik həyatı və fəaliyyəti ilə bağlı olaraq məişət xalçaları da adlandırırlar. Palas, cicim, kilim, şəddə, vərni, zili, sumaq kimi xalçalar xalçaçılığın inkişafının ilkin dövrünü təmsil edirlər. Mədəni yurdumuz. Dəyərli dinləyicilər, siz Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinləyirsiniz. Qonağımsa Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə xanım Məlikevadır. Əminə xanım, mənə maraqlıdır. Muzeyin əsas auditoriyası ziyarətçilər arasında hansı yaş qrupudur? Məsələn, bəzən çox şahid oluram, məktəblər arasında müəyyən bir həftə seçilir, sərgilərə göndərilir və s. Hal-hazırda da bu belədirmi? Mən bir 5-6 il öncə şahid olurdum daha çox bu sərgilərə gediş-gəlişlərin. Hal-hazırda vəziyyət nə yerdədir? Sağ olun sualınıza görə. Mən sözün açığı bizə gələn ziyarətçiləri yaş qruplarına bölməzdim ki, çünki çox müxtəlif yaşda olan insanlar gəlir. Mən dediyim kimi uşaq bağçasında olan uşaqlar gəlir və bunu da qeyd etmək lazımdır ki, bizdə uşaq şöbəsi fəaliyyət göstərir və burada müxtəlif yaşda olan uşaq, yeniyetmələr və gənclər üçün ustad dərsləri keçirilir və hətta yaşlı nəsil üçün də bizdə müəyyən proqramlar da var. Məsəl üçün 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində çox maraqlı məncə proqrama biz start verdik nənələr üçün. Yəni nənə ilə muzeydə bir gün. Onu biz doğrudan da maraqlı oldu. Çünki maşallah olsun bizim nənələrimiz bugün çox yəni fəaldılar, çox aktivdilər, çox gəncdilər və burada nənələrlə gələn uşaqlar yəni muzeydə bir gün keçirtməyə yəni çox belə həvəsli idilər. Amma o qədər bu proqram maraqlı oldu ki, biz sonra fikirləşdik ki, onu biz davam etdirək. Orta nəsil əlbəttə ki gəlir, xaricilər gəlir, bizim yerli icmalar da gəlir. Bu mütləqdir ki, çünki dediyim kimi muzeyin ən əsas funksiyalarından biri odur ki, maarifləndirmək. Budur ki, gənclərimizi maarifləndirməyə biz hər zaman çalışırıq. Burada əlbəttə ki, hər bir muzey üçün müəyyən dövrlər var ki, burada yəni yuxarı sezon və aşağı sezon deyilən anlayışlar da var. Mart ayından oktyabr ayınadək burada turistik yəni axım çox fəal olur və əlbəttə ki bu dövrlərdə daha çox ziyarətçi olur. Qış aylarında nisbətən az ziyarətçi olur, xaricdi ziyarətçilərdən söhbət gedir və o vaxtlarda biz çalışırıq ki, məsəl üçün orada qış tətilləri vaxtda biz çalışırıq ki, təhsil proqramlarına biz üstünlük veririk ki, daha çox qış aylarında bizim məktəblərimiz gəlsin, bizim təhsil ocaqlarımıza təhsil alan bizim gənclərimiz gəlsin və s. Ona görə sizin sualınıza qayıdarkən yaş qruplarına bölmək mümkün deyil, çünki dediyim kimi bütün yaşlara aid olan insanlar gəlir. Doğrudan da bu belədir. Sevindirici halda əslində. Bəli və biz çalışırıq ki, hər bir yaşa aid olan hansısa bir dövrə aid olan proqramlar mütləq olsun. Çünki xalçaçılıq sənəti belə bir sənətdir ki, insanlar bu sənətlə ömrünün axırına kimi
məşğul idilər və indi də məşğuldular. Bizim xalçaçı rəssamlar, bizim ona görə burada yaşdan ola bilər ki, hər yaşın müəyyən məqamları var ki, xalçaçı rəssam da öz yaradıcılıq dövrünün hansısa bir yaşında hansısa mövzulara daha çox və daha az müraciət edir. Yəni bu bir yaradıcı bir insan kimi. Amma ziyarətçilər müxtəlif yaşda olur, müxtəlif ölkələrdən gəlirlər. Çünki Azərbaycan xalçası bugün artıq bütün ölkələrdə tanınır. Bütün ölkələrdə tanınır və Azərbaycan Milli Xalça Muzeyidir. Bugün yəni doğrudan da beynəlxalq standartlara uyğun olan cavab verən bir muzeydir və nə xoş bizə ki, bugün biz hər bir hətta tələbkar ziyarətçini qəbul edirik. Nə gözəl. Mənə maraqlıdır, bax, sizdə hər zaman yeni layihələr olur. Bildiyim qədərilə aprel ayında da müəyyən layihələriniz var. İstəyirəm bu barədə məlumat verəsiniz. Çox sağ olun. Dünən aprel ayının 9-unda elə Azərbaycan Milli Xalça Muzeyinin 1-ci mərtəbəsində yerləşən sərgi qalereyamızda, müvəqqəti sərgilər üçün qalereyamız var. Orada məncə çox maraqlı bir sərgi açıldı. Bu sərginin adı Sualdır. Sabah biz nə geyinəcəyik adlanır bu sərgi. Mərkəzi Avropanın mədəniyyət platforması və Azərbaycanda Macarıstanın səfirliyi ilə birlikdə Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə təşkil olunan bu sərgidə 5 ölkədən Macarıstan, Avstriya, Çexiya, Slovakiya və Azərbaycandan dizayner və rəssamlar iştirak ediblər və ikinci emal materiallardan hazırlanmış yeni dəbdəbəli deməli sənət əsərlərini nümayiş ediblər. Çox maraqlı bugün aktual olan bir mövzuda hazırlanmış müxtəlif sənət əsərləri idi ki və bu dizaynerlərin bir görüş nöqtəsi oldu Azərbaycan Milli Xalça Muzeyi. Məncə yəni beynəlxalq səviyyədə çox lazım olan maarifləndirici bir sərgidir. Sərgi ayın 13-nədək davam edəcək. Ona görə bizi dinləyənlər tələssinlər bu sərgiyə baxmaq istəsələr. Ayın 17-si deməli Art Council birgə təşkilatçılığımızın nəticəsində bir sərgi olacaq, ikinci həyat. Burada heç bir yəni belə tarixi əhəmiyyət kəsb etməyən xalçalar və artıq istifadə olmayan xalçaların üzərində yeni nəfəs, yəni bizim gənc rəssamlarımız tərəfindən bu xalçalara yeni nəfəs verilib və ilk dəfədir belə bir texnologiyayla biz rastlaşırıq, amma bu bir innovasiyadır. Ona görə biz dəstək verdik bu layihəyə. Art Council-da yəni artıq bizim birinci əməkdaşlığımız deyil. Mənə elə gəlir ki, bu da maraqlı bir layihə olacaq və Azərbaycandan 26 gənc rəssam iştirak edəcək bu sərgidə. Sonra 10 may, yəni aprel ayında 10 may tarixinədək keçən ilin dekabr ayında açılmış muzeyimizin 3-cü mərtəbəsində sərgi hələ də davam edir. Onu biz ABŞ-da yaşayan Boston şəhərində çox məşhur kolleksiyaçı Amir Oskubinin şəxsi kolleksiyasında qorunub saxlanılan 17-ci, 18-ci, 19-cu əsrlərə aid olan Səfəvi dövrünə aid olan Azərbaycan xalçaları, böyük xalçalar, böyük həcmdə olan xalçalar təqdim olunur. Azərbaycan xalçasının ehtişamı Səfəvi dövrünün xalçaları adlanır bu sərgi. Möhtəşəm bir sərgidir, unikal bir sərgidir. Bu sərgi də hələ davam edir və müxtəlif, yəni gündəlik bizim ustad dərslərimiz həmişə var. Bilirsiniz ki, adətən dünyanın əksər muzeylərindəki kimi yalnız birinci gün muzey bağlıdır, amma digər günlərdə muzey açıqdır. Ona görə asıda vaxtınız olanda
dostlarınızı götürün, ailən üzvlərinizi götürün, muzeyə gəlin. Muzeydə istirahət edə bilərsiniz. Muzeydə gözəl emosiyalara qatıla bilərsiniz. Çünki xalçalara seyr edəndə bu necə bir həzin musiqiyə qulaq asanda bayaq çox gözəl mahnıya qulaq astıq və xəyallara qaldıq. Yəni xalçaya da baxanda bunu mən nəyə gətirirəm? Çünki bugün biz Azərbaycan xalçasının konsepsiyasında yeni bir istiqamət üzərində çalışırıq. Azərbaycan xalçası insanı necə xoşbəxt edə bilər? O mütləq insanı xoşbəxt edə bilər. Burada psixoloji məqam var ki, hansısa bir kədərli, hansısa bir bizim üçün ağır olan hətta bir məqamda biz xalçanın üzərində oturanda, hətta xalçanı seyr edəndə və bilirsiniz ki, Azərbaycanın əksər xalçaları, onlar demək olar ki, 90% yundan düzəldilib və hətta onlara bir yəni əl çəkəndə, yəni siz bir təsəlli ola bilər ki, şuuraltı, amma müəyyən bir təsəlli tapa bilərsiniz burada. Burada bizim genetik yaddaşımızda da var. Yəni bilirsiniz ki, bizim əcdadlarımız, onlar necə özlərini isidirdilər soyuq havada. Əlbəttə ki, onlar bir yundan, hansısa bir heyvanın dərisindən istifadə edirdilər. Bu da bizim genetik, yəni yaddaşımızda var. Çünki biz təbii, orqanik və yundan düzəldilmiş hansısa bir məhsula hətta əl vuranda biz müəyyən bir təsəlli tapa bilərik. Və bilirsiniz ki, artıq dünyaca məşhur Azərbaycandan kənarda da onun adı çox tez-tez xallanır. Faiq Əhməd, bizim gənc müasir incəsənət rəssamımız və biz bilirik ki, onun yaradıcılığında xalça naxışlarına çox tez-tez müraciət var. Bir eksperiment aparırıq biz onunla indi. Müəyyən cihazlar gətirib və kompüter ensefaloqraf vasitəsilə insanın beyninə, yəni xalça necə təsir edir, insana hansı hisslər xalça bəxş edir və burada hətta eksperimentdə, yəni bu maraqlı bir eksperimentdir. Yəni mənə elə gəlir ki, ilk dəfədir biz Azərbaycan xalçasını məhz bu rakursdan onu baxırıq. Çox maraqlıdır. İlk dəfə də eşidirəm əslində. Bəli, mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan xalçası insanı xoşbəxt edə bilər. Çünki özümdə də sınamışam müəyyən çətin anlarda xalçaya hətta toxunaraq təsəlli almışam və bunu yəni hər kəs edə bilər və dediyim kimi bugün 2 həftə ərzində bu eksperiment olacaq, baş verəcək bu muzeydə və yəni hər bir ziyarətçi bu eksperimentdə iştirak edə bilər və özümüz üçün də maraqlıdır. Bunun elmi cəhətdən bu eksperimentin nəticəsini biz hamımız səbirsizliklə gözləyirik. Yəni xalçanın əslində psixologiyada möhtəşəm bir rolu var. Siz danışa-danışa xəyallara daldım. Çünki uşaqlığımızdan divarda asılan xalçalar var idi. Yuxuya ona toxuna-toxuna gedərdik. Bəlkə də elə həqiqətən də xalçalara toxunanda, məsələn, bayaq deyirsiniz, müəyyən xatirələrə dalmaq, nələrisə yada salmaq, xoşbəxtliklər və yaxud da nikbinliklər həqiqətən də bir-biri ilə çox uzlaşır. Bəlkə də xalçaya ilk növbədən toxunanda heç məsələn o ağlımıza gəlməzdi. Amma siz danışa-danışa insan həqiqətən də özündə analiz edir və doğrudan da düşünürəm ki, psixologiyada önəmli bir rolu var. Amma sizin dediyiniz o məqam ayın neçəsinə qədər olacaq? Mənə çox maraqlıdır. Bax onu necə gələ bilərlər? Necə təqib eləyək? Sosial şəbəkələrdə mi paylaşırsınız? Onlarda mı təqib eləyək? Sosial şəbəkələrdə var və dediyim kimi ekspozisiyanın 2-ci mərtəbəsində müəyyən bir cihaz qoyulub, çox maraqlıdır bizim özümüz üçün. Hətta bu layihədə muzeyin əməkdaşları da iştirak ediblər. Çünki bizim özümüzə də maraqlıdır ki, hansısa bir insan ola bilər ki, hətta ilk dəfə Azərbaycan Milli Xalça Muzeyinə bir qonaq qismində gəlib, amma kimsə hər gün artıq neçə illər və 10 illiklər boyu xalçalar arasında öz gününü keçirdir. Bizə çox maraqlıdır onların reaksiyalarına müqayisə kimi baxaq. Və dediyim kimi 2 həftə ərzində biz dünən bu eksperimentə başladıq. 2 həftə ərzində hər kəs gəlib sınaya bilər. Əla, şəxsən mən də mütləq iştirak eləmək istəyirəm. Mən dəvət eləyirəm sizi, çox maraqlıdır.
Çox təşəkkür edirəm. Həqiqətən də mütləq iştirak edəcəm dəyərli dinləyicilər. Siz Mədəniyyət Nazirliyinin dəstəyi ilə mədəni yurdumuzu dinləyirsiniz. Qonağımsa Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə xanım Məlikiyevadır. Qısa bir aradan sonra yenidən sizinlə birlikdə olacağıq. Mədəni yurdumuz. Zəfər xalçası. Muzeyin ikinci mərtəbəsində üstündə Qarabağ Azərbaycandır yazısı həkk olunmuş zəfər xalçası yer alır. Bu Azərbaycan ordusunun zəfərinə həsr olunmuş bir xalçadır. Xalçanın kompozisiyasında Qarabağın xalça xəritəsi və xalçanın ara sahəsində isə 4 ünsür var. S elementi suyu, buta alovu, xarı bülbül havanı, bitki isə torpağı təmsil edir. Rəqs edən insan təsvirləri ənənəvi xalçalardan götürülüb. Xalçanın ana haşiyəsində qarşı-qarşıya dayanmış quş təsvirləri isə sevginin, məhəbbətin simvoludur. Burada əjdahanın Simurq quşu ilə mübarizə səhnəsi də əks olunub. Xalçaçı rəssam bildirmək istəyib ki, Azərbaycan xalqının birliyi, sevgisi əsasında ordumuz şər üzərində qələbə çaldı və bütün Azərbaycan torpaqları işğaldan azad olundu. Qarabağın xalça xəritəsi layihəsi çərçivəsində toxunan xalçanı gördükdə fərəhlənməmək mümkün deyil. Eyni zamanda burada aparılan profilaksik tədbirlərdən sonra ekspozisiyada təqdim olunan yeni eksponatları görmək mümkündür. Bu xalçalar massiv kompozisiya müxtəlifliyi, rəng həllinin dolğunluğu və parlaqlığı ilə seçilir. Yeni nümayiş olunan xalçalara çıraqlı, çaylı, bəhmənli, çələbi, novxanı və sair kimi xalçaları misal göstərmək olar. Mədəni yurdumuz. Dəyərli dinləyicilər, siz Mədəniyyət Nazirliyinin dəstəyi ilə mədəni yurdumuzu dinləyirsiniz. Bugün ümumi olaraq xalçaçılıqdan danışırıq, hansı ki elə çox maraqlı bir mövzuya da toxunduq. Xalçanın psixologiyamızda nə qədər rolu olduğunu da bir daha yada salmış olduq. Qonağımız Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə xanım Məlikiyevadır. Mənə maraqlıdır, muzey işlərinin rəqəmsallaşdırılması nə yerdədir? Ümumiyyətlə hansı işlər görülür? Bu barədə məlumat verək. Çox sağ olun sualınıza görə. Mənə elə gəlir ki, bugün müasir olmaq lazımdır bütün sahələrdə, əlbəttə ki, muzeydədir. Çünki biz çoxlu sizlə danışdıq ümumiyyətlə gənclərin muzeyə gəlməsi haqqında və gənclərin muzeyə cəlb olunması üçün biz bugün onlara yaxın olan bir üslubla onları muzeyə dəvət etməliyik. Bugün onlar çoxlu müasir texnologiyalardan istifadə edirlər. Nəinki gənclər, yəni hər bir nəslə aid olan insanlar və ona görə bu çox-çox vacib bir məqamdır. Azərbaycan xalçasının ihtişamı Səfəvi dövrünə aid olan 17-ci, 18-ci əsrlərə aid olan xalçalar nümayiş olunan 3-cü mərtəbədə bizdə ilk dəfə məncə muzeyimizin tarixində biz süni intellektdən istifadə edərək video çarx ərsəyə gəldi, onu düzəltdik və orada Təbriz miniatürlarında xalçalar deməli obrazını biz onu animasiya elədik. Məncə çox maraqlı bir video çarx alındı. Yəni çoxlu baxışa nail oldu və böyük marağa səbəbdir. Sonra müəyyən interaktiv formada xalçaların öyrənilməsi üçün onların hər bir hətta küncünə, hətta haşiyəsindən başlayaraq, yəni hər bir onun hissəsinə daha diqqətli, daha ətraflı baxış salmaq üçün bu bizim ola bilər ki, dizaynerlərimiz üçün çox maraqlı olar. Yəni interaktiv formada orada bizim gənc tədqiqatçılar da iştirak edə bilər və s. və hətta oyun formasında bir əyləncə formasında müəyyən oyunlar var ki, hər kəsə maraqlı olmaq üçün. Çünki bugün hansısa bir məlumatı hətta onu qəbul etmək üçün bizə uyğun forma olmalıdır, bizə uyğun üslub olmalıdır ki, biz onu seçək. O qədər yəni çox məlumat gəlir hər tərəfdən bizə ki, bizə komfort olan biz formanı seçməliyik ki, biz də çalışırıq ki, dediyimiz kimi müasir texnologiyalardan istifadə edək. Xalça bugün mütləq rəqəmsallaşdırmalıdır, çünki onu
hansısa formada xalça naxışlarından istifadə etmək üçün bu gün məsəl üçün bizim birinci mərtəbəmizdə muzey dükanı var ki, orada muzeyimizin kolleksiyasına aid olan müxtəlif suvenirlər satışdadır və onlar əsasən bizim sənətkarlarımız tərəfindən düzəldilmiş əl işləridir suvenir formasında. Və burada çox vacib bir məqam olmalıdır ki, məhz o bizim ekspozisiyamızda nümayiş olunan xalçalarda olan naxışları, yəni onlar düz keçsinlər öz əl işlərinə. Yəni burada bu maarifləndirici bir məqamdır. Çünki hansısa bir ziyarətçi, o xarici mi olsun, yerli mi vətəndaş olsun, gəlib muzeyə baxış keçirəndən sonra o özünə bir xatirə kimi bir suvenir almaq istəyər. Və orada bu muzeyin bir atributu mütləq olmalıdır. Ona görə burada çox diqqətli biz sənətkarlarla işləyirik. Əvvəla bu bir sosial köməkdir onlara. Bizim çoxlu gözəl sənətkarlarımız var ki, onlara bir kömək məqsədi ilə bu dükan fəaliyyət göstərir. Burada biz onlara şərait yaradırıq ki, nəinki Bakıda, onlar Azərbaycanın müxtəlif güşələrində ola bilər ki, yaşayırlar və biz onlara bir kömək məqsədi ilə bu dükanda onların əl işlərindən yəni təqdim edirik. Burada yəni kağız üzərində, yəni müxtəlif formada, yəni amma bizdə olan bəli sənət əsərləri var. Əminə xanım, çox təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz, gəldiniz. Həqiqətən də çox maraqlı düşünürəm ki, bir layihəmiz oldu və sizin sayənizdə bilmədiklərimizdə də maarifləndik. Dəyərli dinləyicilər, bir daha xatırladım ki, siz Mədəniyyət Nazirliyinin dəstəyi ilə mədəni yurdumuzu dinlədiniz.